Salam, mən Nərmin müəllimə. Sizinlə deməli bir video izah paylaşacağam. Video izaha tamamilə belə deyək də hazırlıqsız başlayıram. Mövzu mayalanma. Sadəcə mayalanma haqqında geniş-geniş danışaq. Abituriyent, MİQ və yaxud da sertifikasiya imtahana hazırlaşan şəxslər belə deyək də faydalana bilər bu video izahdan. Belə və yenə də hazırlaşmadığım üçün elə yazılaq nə ehtiyac olarsa elə burada ekranda yazacağam və siz də istəsəniz qeyd olaraq özünüz üçün götürə bilərsiniz. Belə başlayaq deməli izaha. Başlayırıq mayalanmadan. Mayalanma. Ümumiyyətlə belə başlasaq 4 aləmimiz var. Bitki, heyvan, göbələk, bakteriya. Mayalanma prosesi sırf cinsi çoxalma ilə əlaqəlidir və biz cinsi çoxalmanı görürük yalnızca iç aləmdə, bitki və heyvanlarda, orta məktəb səviyyəsində iç aləmdə və bu səbəbdən də deyirik ki, elə mayalanma prosesi baş verir bu iç aləmdə, bitki və heyvanlar aləmində. Vəssalam. İndi bir-bir başlayaq bitkilər aləmində mayalanmadan danışmağa. Əvvəla başlasaq yosunlarda. Deməli, yosunlar tirə çəkib yazırıq ibtidai bitkilər və ibtidai bitkilər yarım aləmi. Baxın, bu yarım aləmdir. Aləm deyil, şöbə deyil. Yosunlar bölünür 3 şöbəyə. Yaşıl, qırmızı və qonur yosunlar şöbəsi. Belə. İndi biz burada görürük mayalanmanı necə. Əvvəla bir hüceyrə nümayəndəmiz klorella. Yalnızca qeyri-cinsi yolla çoxalır, mayalama prosesi baş verməyəcək. Sonra bir hüceyrəli digər yosunumuz xlamida monada, bir də bizim öyrəndiyimiz ulotrix, çox hüceyrəli ulotrix yosunu. Bu ikisində mayalama baş verir. İndi dərslikdə bizə ümumi götürəndə deyirlər ki, mayalama burada çarpaz baş verir və indi hələ ki sadəcə adını çəkəcəm. İzoqamiya tipli burada qamet əmələ gəlmə baş verir. Yəni e, qametlər bir-birindən fərqləndirmirik dişi və ya erkək qamət olaraq. Qametlər tamamilə eyni, quruluşlu, eyni formalı, eyni ölçülü və s. tamamilə eynidir. Xromosom yığımı haploiddir. Vəssalam. Sadəcə biz deyirik ki, təkamüldə cinsi çoxalmanın əhəmiyyəti gen mübadiləsi baş verərək, yəni o genlər müxtəlif fərdlərin genləri bir-birinə qarışır məsmayalama nəticəsində və ətraf mühit şəraitində daha dözümlü fərdlər yaranır. Yəni cinsi çoxalmanın, yəni mayalanmanın əhəmiyyəti bundan ibarətdir. Ona görə də kitabımızda da yazır ki, bizdə xlamida monada və ulotrix kimi yosunlar hansı eyni tip qamət əmələ gətirir, amma başqa yosunun qaməti ilə birləşir. Yəni dişi və erkək qamət demirik, başqa yosunun qaməti ilə birləşir, amma test işləyəndə bəzən qarşımıza belə bir sual çıxır. Misal üçün deyir ki, ətrafda bir ədəd xlamidomonada var. Bir ədəd xlamidomonada var. Bəlkə də oğlan alan səhv yazmış ola bilərəm. Bir ədəd xlamidomonada var və biz deyirik ki, xlamidomonada minimum 2 qamət əmələ gətirir və bu qametlər əmələ gəlir mitoz bölünmə ilə. Və ümumiyyətlə bunu da bir qeyd olaraq yazırıq ki, bitkilər aləminin bütün nümayəndələrində, istisnasız olaraq, bitkilər aləminin bütün nümayəndələrində qametlər bilavasitə yaranır mitoz bölünmə ilə. Vəssalam. Misal üçün xlamida monada da belə deyək də, misal üçün deyirik ki, deyirik minimum 2 dənə gətirir, 8 dənə deyəcək qamət əmələ gəlir. Hə, burada biz minimum neçə ziqot ya da maksimum neçə ziqot görə bilərik? 4 dənə ziqot, çünki bu 8 dənə qamət bir-birinə birləşib 4 dənə ziqot əmələ gətirəcək. Yəni bu testin bizə verdiyi şərtdir, amma kitabımızda yazılır və buna diqqət eləməliyik. Kitabımızda yazılır ki, o başqa bir fərdin qaməti ilə birləşir. Belə, yəni bu cinsi çoxalmanın əhəmiyyətidir. Belə, yəni öz qaməti ilə birləşəcəksə, burada bir fərqlilik yaranmır da. Çünki onsuz mitoz bölünmə ilə əmələ gəlir qametlər bitkilərdə. Bu belə. Ondan sonra biz bitkilərdə və bitki hüceyrəsi bizə C-xonşu cədvəldə işlə verilir ki, bitki hüceyrəsi yaranır. Proterozoida bitki hüceyrəsi. Orada xlamida monada da var. Yəni bu deməkdir ki, artıq bitkilərdə cinsi çoxalma var idi proterozoida. Ondan sonra biz deyirik ki, Kembridə yaranır bitki yosunlarda çox şəkillilik. Yəni burada artıq yaranır qırmızı qonur yosunlar, digər çox hüceyrəli yaşıl yosunlar və s. Və burada biz qırmızı və qonur yosunlar nümayəndələri olan laminari və porfirada görürük. Deməli, o qamət tipli qamət əmələ gəlməli. Yəni
Yumurta hüceyrəsi daha böyükdür, hərəkətsizdir. Spermatozoidi, yəni artıq buna spermatozoid deyirik, qamçısı var deyə. Spermatozoidi daha xırdadır və hərəkət edir. Belə. Yəni yosunları ümumiyyətlə götürdükdə qamət əmərcəmi olaraq həm izoqamiya gördük, həm oqamiya gördük. Belə mayalama prosesi baş verdi, sırf mayalamadan danışırıq. Sonra keçdik deməli mamırlara. Mamırlarda deyirik ki, quru bitkilərdir. Bu da ümumi ortaqdır mamır və qışı çimilər üçün. Quru bitkilərdir. Amma hər ikisində mayalanma prosesində su iştirak edir. Mamır və qışı çimilərdə hər ikisində qamət əmrə tipi oqamiyadır. Yəni yumurta hüceyrə və spermatozoid. Ondan sonra nə deyə bilərik? Hə, mamır çimlərdə cinsi nəsil, yəni buna diqqət etməliyik. Cinsi nəsil yetkin bitkidir. Yetkin bitkidir. Mayalanma baş verir yetkin bitkinin üzərində və yaşıl quş mamırından biz danışırıqsa, biz orada deyirik ki, İki evli bitkidir. İki evli bitkidirsə, deməli bu bitkinin dişisi və erkəyi var. Dişi və erkək bitki var. İndi burada nə baş verir? Dişi bitkinin üzərində baş verir mayalanma və dişi bitkinin üzərində əmələ gəlir mayalanmadan dərhal sonra ziqot və ziqotun da mitoz yolla bölünməsi nəticəsində əmələ gəlir ayaqcıq və ayaqcığın da üzərində qutucuq. Bax, bu ekranda gördüyümüz mayalanmada nəticəsində yaranan ziqot, ayaqcıq, qutucuq, hərflərini səhv yazmışam, amma problem bir şey deyil. Bu üçünün xromosom dəsti bərabərdir, ikinin diploidi. Mamırın ontogenezində yerdə qalan nə varsa, hamısının xromosom dəsti haploiddir. Erkək bitki isə, bəli, mayalanma prosesində iştirak edir. Çünki erkək qamət olaraq spermatozoid əmələ gətirir və bu spermatozoid su damcısı vasitəsilə düşür dişi bitkinin üzərinə. Bax, mayalanma baş vermir erkək bitkidə. Yəni, bu bitki olsun, heyvan olsun. Ümumiyyətlə, biz orta məktəb səviyyəsində heç bir canlı öyrənmirik ki, erkək fərddə mayalanma olsun. Tamamilə dişi fərdlərdə mayalama prosesi baş verir, hermafroditləri hələ ki qoyuram bir qırağa. Belə. Və erkək fərddə deməli qamət əmələ gəlir və qamət gedir, düşür dişi bitkinin üzərinə. Yəni erkək bitki burada mayalanma prosesində iştirak edir. Amma mayalanma prosesi baş verir desə, deyəcək dişi bitkidə. Və ziqot ayaqcıq qutucuq yaranır, xromosom dəsti diploiddir. Yəni biz mamırların ontogenezində bax bu diploid dəstini görürük yalnızca dişi bitkidə. Erkək bitkidə diploid xromosom dəsti yoxdur. Daha sonra da bir daha biz uzatsaq, qutucuğun içərisində deyirik sporlar yaranır və bu sporlar bilavasitə meyoz bölünmə nəticəsində yaranır və ümumiyyətlə bitkilər aləmində, yenə də bu bütöv aləmə aiddir. Bitkilər aləmində meyoz bölünmə nəticəsində həmişə yaranır spor. Qamçılı spor, qamçısız spor, zoospor, bunlar sonra məsələsidir. Amma nəticədə spor. Meyoz bölünmə nəticəsində bitkilərdə həmişə baş verir, həmişə yaranır meyoz. Meyoz bölünmə nəticəsində həmişə yaranır spor. Bu da belə. Daha sonra və burada qutucuqda hansı biz deyirik artıq spor yaranır və bu spor qeyri-cinsi yolla çoxalmada iştirak edir. Yəni, mamırların ontogenezində dişi bitki həm cinsi, həm qeyri-cinsi çoxalmada iştirak edir. Erkək bitki isə yalnızca cinsi çoxalmada iştirak edir. Erkək bitki ontogenezində diploid xromosom dəstinə malik olmur və s. Daha geniş mamırlardan və s. danışarıq. Bu da belə. Sonra qıcıçimilərə gələndə isə, qıcıçimilərdə də eyni ilə, yəni mamırlardakı kimi oogenezdir. Mayalanma prosesində mütləq su iştirak edir və deməli mamırlar yaranmışdı ortovikdə, qıcıçimlərin iç nümayəndəsi plan yaranmışdı silurda, ondan sonra devonda yaranır qıcı qatır quyruğu. Yəni, hələ ki, bura qədər mayalanma prosesində iştirak edir su mühitindən asılıdır mayalanma prosesi. Və qıcılarda isə deməli bir evli bitkilərdir və mamırlardan fərqli olaraq ilkin cücərti, yəni protal cinsi nəsildir və protalın üzərində əmələ gəlir qamətlər, protalın üzərində əmələ gəlir, baş verir mayalanma prosesi. Belə. Yəni mamır çimlərdə mayalanma prosesi baş verir yetkin bitkinin üzərində, zoğun təpəsində. Qıcı çimilərdə baş verir mayalanma prosesi ilkin cücərtidə, yəni protalda. Bu da belə.
Ondan sonra gedirik artıq toxumlu bitkilərə. İlk toxum yaranır Devonda və toxumlu bitkilərdə mayalanma tamamilə sudan əlaqəsini itirir və toxumlu bitkilərdə, yəni çılpaq və örtülü toxumlarda hamısında anizoqamiya tipli qamət əmələ gəlməlidir. Yəni qametlər ikisi də hərəkətsizdir, amma ölçüsünə görə bir-birindən fərqlənir. Yəni daha doğrusu ikisi də hərəkətli və ya hərəkətsizdir. Yəni mən bu dəqiqə üçün ikisinə də hərəkətli nümunə göstərə bilmirəm, amma ikisinə görə də hərəkətsiz nümunə göstərə bilirəm. Deməli, də, yəni toxumlu bitkilər. Amma biri böyükdür, biri balacadır. Yəni aynı izoqameti bu qamət əmələ gəlməlidir. Toxumlu bitkilərdə, istər çılpaq, istər örtülü toxumlu bitkilərdə və mayalama yenə deyirsin, əlaqəsini itirir. Və indi ikiqat mayalanmanı burada izah eləməyəcəm. İkiqat mayalanma bu arada deyək, əmələ gəlmişdi ilk dəfə təbaşirdə və ikiqat mayalanma deməli, orada nə deyəcəm? İkiqat mayalanma. Yalnızca örtülü toxumlarda və yaxud yalnızca çiçəkli bitkilərdədir. Vəssalam, onun haqqında belə geniş-geniş danışarıq. Yəni ikiqat mayalanma bu dərsin içinə salınacaq belə balaca bir mövzu deyil deyə burada danışmayacağam ikiqat mayalanmadan. Amma belə deyə bilərik, ümumi həyatda saxlayaq. Rüşeyn hissəsində və tozcuq dənəsində baş verən proseslərin əksəriyyəti çılpaq toxumlarda onsuz da baş verir. Bir dənə baş vermir orada diploid mərkəzi hüceyrənin yaranması, bir də ikiqat mayalanma. Bu iki dənəsindən başqa yerdə qalan hər şey, yerdə qalan bütün proseslər, yəni daha dəqiq desək, yerdə qalan bütün proseslər çılpaq və örtülü toxumlarda tamamilə eynidir. Bu da belə. Sonra, yəni sudan əlaqəsini kəsdiyi bitkilərdə mayalama prosesi deyəcəyik daş kömürdə. Sonra orada mayalama ilə bağlı nə deyək? Məncə heç nə və toxum yarandı. Bitkilərdə hələ ki mayalanma, sırf başlığımız mayalanmadır. Mayalanma haqqında bu qədər, yenə ikiqat mayalanma buraya əlavə eləmək istəmədim. Çünki kifayət qədər genişdir ikiqat mayalanma. Daha sonra gedək heyvanlarda mayalanmadan danışmağa. Heyvanlarda biz ümumiyyətlə proterozoida deyirik ki, artıq bütün heyvan tipləri yaranmışdı. Ona görə artıq bunu eyib ağzımıza almaq üçün heyvanlarda artıq mayalanma var idi proterozoida. Mayalanma deməli bir hüceyrəli heyvanlarda var. Soruşsalar, bəli, deyəcəyik var. Məsələn, bizim tanıdığımız infizor tərlikdə mayalama prosesi var. Konjugasiya prosesi, konjugasiya ilə çoxalır. Bəli, konjugasiya cinsi çoxalma deyil, amma cinsi prosesdir. Bu da əslində belə deyək də, tərəddüdlü bir nüansdır, sırf bizim orta məktəb kitablarında. Niyə? Onun sinter canlılarda çoxalma mövzusu var. Bax, o ilk bölmədə. O mövzuda qara-qara hərflərlə yazır ki, konjugasiya cinsi çoxalma deyil, cinsi prosesdir. Amma daha sonra Spirogyra yosununun bizə cinsi yola çoxalmasından, yəni konjugasiya yolu ilə çoxalmasından danışır. Yəni, bu özü belə artıq bizim kitablarımızda olan bir tərəddüddür. Nəysə, bunu qoyuruq hərəki bir kənara, heyvanlarda mayalanmadan danışırıq. Deməli, yəni artıq infizor tərliyin özündə belə var idi mayalanma prosesi, çünki o çoxalmır, düzür istəyirəm, konjugasiya prosesi orada baş verirdi. Bax, çoxalmasa belə gen mübadiləsi edir, bir dəyişkənlik edir ki, əlverişsiz mühitin o şəraitinə daha dözümlü, daha davamlı olsun. Belə. Amma təbii ki, çoxalanlar da var cinsi yolla. Məsələn, malyariya paraziti, nəsil növbələşməsi baş verir. Hətta heç mən yosunlarda nəsil növbələşməsindən danışmadım, onu da deyək. Yəni biz artıq bir hüceyrəlilərdə nəsil növbələşməsini görürük. Düzdür, bizdən soruşsalar ki, malyariya paraziti proterozoida ola bilərdimi? Təbii ki, yox deyəcəyik. Çünki malyariya parazitinin aralıq sahibi insandır, homo sapiensdir. Homo sapiens də antropogenezdə təbii ki, proterozoida malyariya parazitinin nə işi var? Amma təbii ki, biz bir neçə nümayəndəni öyrənir, amma fakt deyə bilərik ki, bəli, elə məhz infizor tərliyə görə bir hüceyrəlilərdə artıq meyoz bölünmə var idi. Yəni, və hətta mayalanma, proses mayalanmadan danışıq, mayalanma var idi. Bu da belə, bitkilərin nəsil növbələşməsindən deyəndə, bitkilərin nəsil növbələşməsi ilk dəfə yaranır ordovikdə, hansı ki, qırmızı və yaşıl yosunlar, qonur yosunlardan olan laminərə və porfirada artıq nəsil növbələşməsi var idi ordovikdə. Yox, Kembrdə. Ordovikdə yaranır artıq mamırlar. Yəni, ümumi götürəndə bizdən sorsalar ki, bitkilər aləminin neçə şöbəsində nəsil növbələşməsi var?
Onda biz deyəcəyik kimlərdə var nəsil növbələşməsi. Yaşıl yosunlarda yoxdur. Biz yəni orta məktəb səviyyəsini bilmirik. Qırmızı yosunlarda var porfira, qonum yosunlarda var nümayəndə laminariya, mamır kimlərdə, qıcı kimlərdə. 4 şöbədə biz nəsil növbələşməsini görmüş oluruq bitkilərdə. Bu da belə. Sonra indi heyvanlardan danışıqsa, yəni bir hüceyrəlilərdə də artıq nəsil növbələşməsi var idi. İndi malyariya paraziti belə deyək də, sırf insana parazit edir deyə bəlkə biz orta məktəb səviyyəsində öyrənirik, amma ola bilər ki, yəni digər onurğasızlar, yəni mollyusklar üzərində, nə bilim, məsəl üçün buğmayaqlar üzərində, həlqəvi qurlar üzərində parazitlik edən bir hüceyrə nümunələr var ki, onlarda da nəsil növbələşməsi müşahidə olunsa, amma fakt biz bəli bir hüceyrələr yarım aləmində biz yenə də meyoz bölünməni və mayalanmanı görürük. Bu da belə. Ondan sonra zoologiya üzrə davam eləsək, mayalanmadan və danışırıqsa, deməli deyirik orada mayalanma. Gözümün qabağında olsun mayalanma sözü. Çox kənara çıxmayım. Mayalanmadan gəlir nədir bunun adı? Bağırsaq boşluqlara danışmağa. Və bağırsaq boşluqlarda yenə də yosunlarda başlayır, onu demədim. Bu da ortaq xüsusiyyətdir. Bağırsaq boşluqlarda və yosunlarda hər ikisində bağırsaq boşluqlarda daha dəqiq desək, mən məhz hidran deyəcəm. Hamısını deməyəcəm bağırsaq boşluqların. Hidrada və yosunlarda mayalanma prosesi baş verir əlverişsiz şəraitdə. Yəni, yenə də yosunlar da deyəndə, burada mən xlamidamana ulotiks nəzərdə tuturam. Əlverişsiz şəraitdə mayalanma prosesi baş verəcək. Və bir də bu nüansı mən mütləq diqqətini çatdırmaq istəyirəm, yoldaşlar. Düzdür, testlərdə və s. biz baxanda biz görürük ki, əlverişsiz şərait deyəndə ancaq payızı nəzərdə tutur fəsli olaraq. Amma mən düşünsəm ki, şirin su hidrası gölməçədə yaşaya bilər. Və yayda temperaturun məsələn 45-50 dərəcəyə çatması hər hansı bir gölməçənin suyunun qurumasına səbəb ola bilər. Və bu artıq orada yaşayan şirin su hidrası üçün təhlükədir, yəni əlverişsiz şəraitdir. Və bunun özü belə artıq cinsi çoxalma üçün bir siqnal ola bilər, belə deyək, lor dildə. Yəni ona görə də əlverişsiz şərait olaraq həmişə payız yox, yeri gələndə yayın o cürrama istisini götürmək olar. Bu da nəzərimizdə qalsın. Daha sonra nədən danışdıq? Hə, bağırsaq boşluqlardan danışırdıq. Hidranın özünə dedik ki, deməli, konkret olaraq baş verir mayalanma əlverişsiz şəraitdə və mayalanma baş verir orqanizmin üzərində. İndi bağırsaq boşluqları, eləcə hidranın özü, konkret olaraq hidranın özü hermafrodit olduğu üçün dişi və ya erkək fərdin üzərində deyə bilmirik. Sadəcə orqanizmdə üzərində baş verən mayalanma deyilir, amma təbii ki, spermatozoid digər orqanizmi tərk edəcək. Yəni burada məsəl üçün 2 dənə hidra əgər iştirak edirsə, mayalanma prosesində, məsələn, A hidrası, bir də burada misal üçün var B hidrası. B hidrası bu dəqiqə burada erkək funksiyasını yerinə yetirir. Erkək deyil, hə. Hermafrodit olduğu üçün erkək deyə bilmərik. Erkək funksiyasını yerinə yetirir, yəni spermatozoid əmələ gətirir. A hidrası isə dişi funksiyasını yerinə yetirir, yəni burada bu dəqiqə yumurta hüceyrə əmələ gətirir. Yəni burada mayalanma prosesi harda baş verəcək? Dişi hidranın orqanizmində. Mayalanma baş verəndən sonra yetkin fərd tələf olur. Yəni bu o deməkdir ki, iki fərdimiz var. Yəni burada A hidra, B hidra. B hidra birinci spermatozoid əmələ gətirir. Birinci spermatozoid əmələ gətirir. O cədə digər hidranın yumurta hüceyrəsini mayalayır. Ondan sonra bu B hidrası özü yumurta hüceyrə əmələ gətirir. O da mayalandan sonra artıq hidra ölür. Yəni bir hidranın bədəndə mayalanma baş verən kimi, yəni mayalanma baş verəndən sonra hidra ölür, artıq tələf olur. Bu da onu göstərir ki, bir hidra hermafroditdir, amma əvvəlcə spermatozoid əmələ gətirir. Daha sonra yumurta hüceyrəni əmələ gətirir. Bu da belə və mayalanma çarpaz gedir və bunu da başqa bir səhifədə qeyd olaraq yazırsınız. Bu bizim üçün lazım olan bir nüansdır. Nə yazırsınız? Hermafroditdir, lakin çarpaz mayalanır. Çarpaz mayalanır. Birinci yazırıq burada hidra. Bu birinci bizim hidramız. Hermafroditdir, amma çarpaz mayalanır. Ondan sonra bağırsaq boşluğunun özündən danışanda sonra gedəcəyik aureli mevzasının çoxalmasından danışmağa. Yəni təbii ki, oradan uzun-uzadı danışmayacağım aureli mevzasının çoxalmasından. Sadəcə bir onu deyə bilərəm ki,
Hidrada deyirik ki, yumurta hüceyrə olan orqanizmin bədəndə mayalanma baş verir. Ayrılıq meduzası isə bir, ayrı cinsiyyətlidir, iki, çoxalma prosesi baş verir suda. Yəni, həm dişi, həm erkək fərdlər öz qametlərini suya tökür və suda mayalanma prosesi baş verir. Vəssalam. Bu da belə. Ondan sonra gəlir yastı qurdlar. Yastı qurdlardan misal üçün deyirik Aquanari və burada siyahımıza ikinci əlavə edirik. Bura Aquanari. 2 Aquanari. Aquanari deməli yenə də hermafroditdir, lakin çarpazmayalanır. Burada belə bir şey yoxdur. Sadəcə mayalamadan danışırsa belə deyək, sürfəsi kirpiçlidir Aquanarinin və yox, Aquanarinin yox, çaşdım. Ayrı meduzasının sürfəsi kirpiçlidir. Nəysə, mayalamadan danışaq, kənara çıxmayaq. Axlanar da belə getdi. Daha sonra gəlir orada yastı qurdların digər nümayəndələri, hansı parazit nümayəndələri, öküz sortinin, qaraciyər sortusu və bunlar daxili mühitdədirlər, yəni insan orqanizminə parazitlik edir. Yəni misal üçün deyək, mən ət yedim, yaxşı bişməmiş qaramal ət yedim. Orada da bir dənə finnaya yoluxdum və o bir dənə finnadan inkişaf edən bir dənə öküz soliteri öz həyat dövriyyəsini tamamlamaq üçün öz-özünə mayalanacaq. Yəni artıq belə deyək də bir fərd inkişaf edir, yekun fərd oldu, amma ikinci fərd yanında yoxdursa, inkişaflı yarımçıq qalmasın. Buna görə də artıq öz-özünə mayalanma baş verəcək. Öz-özünə mayalanma baş verdi kimdə? Deməli, qaraciyər sorusunda və öküz soliterində. Hər halda bu deyil üçün bu ikisini deyirik. Ondan sonra gəlir sapqurtlar. Sapqurtlardan da biz deyirik, deməli, insan skadindən danışır. İnsan skadi ayrı cinsiyyətlidir. Amma deyirik ki, dişi askarit gündə 200 minə qədər yumurta qoyur və çarpaz mayalanır. Ayrı cinsiyyətli çarpaz mayalanacaq, mayalanma çarpazdır. Və hətta burada biz cinsi dimorfizm görürük. Yəni, dişi fərd daha böyükdür, erkək fərd daha balacadır və s. Bu cinsi müxtəliflikdir. Amma burada belə deyirik də, düzdür, orta məktəb kitabı yazmır. Görməmişim orta məktəb kitabını, amma güvəndə yazır. Güvəndə var ki, askaritlər də partogeniz yolla çoxala bilir. Yəni, bayaq biz dedik ki, öküz soliteri hermafroditi və öz-özünü mayalaya bilir ki, yəni bir dənə öküz soliteri olsa insan orqanizmində yetkin fərd mərhələsində o inkişafını saxlamasın. Ona görə də imkanı ya və ya tamamlasın deyə özünün mayalanma baş verə bilir. Bəs askarit ayrı cinsiyyətlidirsə necə baş verəcək bu proses? Onda da partogeniz çoxalma baş verə bilir. Yəni, yenə deyirəm, bu orta məktəb kitabımızda yoxdur, amma güvəndə yazır. Bu da belə, sap qurdlar da belə getdi. Ondan sonra həlqəvi qurdlar. Burada siyahıya üçüncüyə yazırıq biz. Həlqəvi qurdlardan nümayəndə konkret tanıdığımız soxulcan. Çünki qum qurdun eri, bizəri, onların çoxalmasına danışmırıq. Soxulcan yenə burada hərf demişəm, hermafroditdir, lakin çarpaz mayalanır. Deməli, mayalanma çarpazlaşmadan sonra baş verir və yenə də dişi funksiya yerinə yetirən orqanizmin bədənində mayalanma prosesi baş verəcək. Bədəndə mayalanma prosesi baş verir, amma inkişaf bədəndə baş vermir. Mufta, çəmərdə baş verir mayalanma prosesi. Daha sonra bu mufta və yaxud da çəmər bədəni tərk edir, barama əmələ gəlir və düzgün inkişafdır soxulcanda. Bu da soxulcanın mayalanması. Ondan sonra gəlir mollyusklar. Mollyusklarda mayalanmadan deyəndə deyəcəyik ki, deməli, burada dördüncü yazırıq göl ilbizi. Dördüncü yazırıq. Göl ilbizi. Deməli, göl ilbizi hermafroditdir. İlbizi hermafroditdir. Yəni də çarpaz mayalanır. Və göl ilbizi çarpaz mayalanır, inkişaf düzünədir və s. Yəni dişi funksiyaya yetirən ilbizin bədənində baş verəcək, amma artıq deməli iki tayıllarla başayaqlılar ayrı cinsiyyətlidir. İki tayıllarda çıxış sifoyundan xaric olur spermatozoid, giriş sifoyundan daxil olur dişi fərdin bədəninə spermatozoid, orada mayalanma prosesi baş verir və sonra nə deyirik orada? Heç nə demirik. Başayaqlılarda da yenə dişi fərddə bəli mayalanma prosesi baş verir. Hətta kitabımız yazmasında bir maraqlı məlumat var ki, deməli mayalanmadan sonra başayaqlı kalmarın özü, osminoq özü, yəni əksəriyyəti gedir qayaların dibində gizlənir və balalarını müdafiə edir. Hətta o qədər uzun müddət orada gizlənir ki, balaların inkişafına qədər, tam inkişaf edənə qədər, hətta aclıqdan ölür və artıq yumurtadan çıxan balaları və yaxud da artıq sürfələri, çünki başayaqlarda deyirik dolayı inkişafdır. Çünki o kitabda ən axırda bir cümlə var ki, sürfələri yetkin fərdə oxşuyur. Amma fakt mən orada sürfə adını görəmsə, deməli bu dolayı inkişafdır. Və sürfələri
valideyn fərqlə qidalanır. Yəni ana öz balasını böyüdə bilmir, lor dillə desək. Bu da burada mayalanma. Ondan sonra gələk buğmayaqlılarda. Buğmayaqlılarda bir mənalı olaraq mayalanma daxilidir. Daxili mayalanmadır hamısında. Deməli, kimdən başlayaq? Heç nə. Xərçəngdə mayalanma daxilidir. Ayrı cinsiyyətlidir. Bu arada hamısı. Sonra hörümçək kimilər gəlir, biz orada bir dənə cənələrin misal üçün mayalanmasını deyə bilərik ki, çıxır dərinin üstünə cənələr, məsələn, qoturluq cənəsi var da, hansı insana parazit edən dəri altında, dərinin üstündən çıxır, mayalanır, sonra dişi fərkirir dərinin altına və yumurtalarını qoyur. Daha sonra orada danışa bilərik elə hörümçəyin özünün mayalanmasından maraqlı məlumat olaraq və deyirik ki, hörümçəklərdə dişi fərd erkəklərdən daha böyükdür və mayalanmadan sonra dişi fərd erkək fərdi yeyir, yumurta qoyur dişi fərd, onu sarıyır, barama əmələ gətirir, barama əmələ gətirəndən sonra dişi fərd də ölür. Bu da belə. Sonra həşəratlarda da yenə hamısında mayalanma daxil edir. Sonra gəlirik neştərçəyə. Neştərçə də mayalanma daxil edir. Sonra balıqlarda artıq biz fərqləndiririk. Çünki balıqlar deyirik ki, qığdaqlı və sümüklü balıqlar, amma ikisində də cümlənin başına əksəriyyət əlavə edirik. Necə? Deyirik ki, sümüklü balıqların əksəriyyəti xarici mayalanma baş verir əksəriyyətində və dolayı inkişafdır. Qığırdaqlı balıqların əksəriyyətində daxili mayalanmadır və düzünün inkişafdır və diri balıq olurlar. Yəni ikisinə də əksəriyyət deyirik, çünki kitabımızda da əksəriyyət yazılır. Yəni ən azından sümüklü balıqların diri balıq doğan nümayəndəsini bilirik də, qığırdaqlı balıqların kürü tökən nümayəndəsini biz orta məktəb səviyyəsində bilmirik, elə bir də akulaskatın adı çəkir və salam. Amma nəticədə kitabımızda əksəriyyət yazılır, biz də əksəriyyət deməliyik. Qığırdaqlı balıqların əksəriyyətində daxili mayalanmadır, sümüklü balıqların əksəriyyətində xarici mayalanmadır. Düzünə daxili mayalanma olanda diri balıq doğur və diri balıq doğanda düzünün inkişafdır, digərlərində olan inkişafdır. Sonra suda quruda yaşayanlarda deməli, yəni də xarici inkişafdır, suda baş verir mayalanma, həm suda quruda yaşayanlar, həm də sümüklü balıqlar əvvəlcə dişi fərd gəlir, kürüsünü tökür, ondan sonra erkək fərd gəlir, bu kürün üzərinə öz spermatozoidini tökür və kürü xaricdən nazik şəffaf pərdə ilə örtülür. Erkək fərdin spermatozoidlə bura daxil ondan sonra o dəlik qapanır, balaca bir dəlik olur üstündə, dəlik qapanır, yəni kürün içərisinə yalnızca bir erkək fərdin spermatozoidlə daxil ola bilir və salam. Yəni mayalanma xaricidir suda quruda yaşayanlarda da və suda quruda yaşayanların quruda yaşayan nümayəndələri olsa da çoxalması bilavasitə su ilə əlaqəlidir. Düzdür, kitabımızda yazmır, amma misal üçün internetdə şəkillərdə və s. görmüşəm. Məsələn, ağac qurbağası ömrünün əsas hissəsini ağacda keçirir. Amma onun da çoxalması sudan asılıdır. Hansı ki, ağac qurbağası çox balaca 2-3 santimetrlik bir ölçüdə olur. Yarpaqların üzərində yığılan o şeh damlalarının, su yığınlarının içərisinə öz kürüsünü tökə bilir ağac qurbağası. Yəni, istənilən suda quruda yaşayanın çoxalması su mühitindən asılıdır və kürü tökür və salam. Sonra gəlir sürünənlər. Sürünənlərdə artıq mayalanma daxilidir və bundan sonra üçünü yazırıq. Sürünən quş məməli. Sürünən quş məməli. Bu üçündə mayalanma prosesi baş verir yumurta çıxarıcı boruda. Bu da belə və salam. Deməli, mayalanma baş verəndən sonra hansı ki, yumurta hüceyrə tam əmələ gəlir, tam formalaşır. Ondan sonra deməli, yumurta qoyur sürünənlər. Bəziləri diri bala doğur, məsələn, kitabımıza verib gürcə ilanı. Amma diri bala doğsa da, bir dənə nüans yadımıza salaq. Deməli, diri bala doğsa da, gürcənin balası ana bətnində yalnızca sarılıqdakı qida maddəsi hesabına qidalanır və salam. Yəni, heç bir halda ana orqanizmindən qida qəbul etmir. Yəni, misal üçün, diri bala doğan əqrəb var, bu ona da aiddir və s. Yəni, məməlilərdən başqa diri bala və yaxud da akulaskat da aiddir. Məməlilərdən başqa diri bala doğan kim olur olsun, ana bətnində o tam inkişaf formalaşsa belə, baş verirsə belə, qidalanma yalnızca baş verir sarılıqdakı etik qida maddəsi hesabına. Bu da belə. Ondan sonra heç nə, quşlarda da eyni sürünənlərdə kimi yumurta borusuna mayalanma baş verir və sərt qabıqla örtülmüş yumurta qoyurlar. Sürünənlərin
heç birinin çoxalması su mühiti ilə əlaqəli deyil. Bir mənalı, heç birinin. Məsələn, dəniz tısbağası var, dəniz, okeanlarda yaşayır hətta. Bəzən deyir kilometrlərcə məsafə qət edir. Amma gəlir yumurtasını quma bastırır, üzünü çevirir, gedir. Yəni, çoxalması məhz quru mühit ilə əlaqəlidir. Quruda çoxalır sürünənlərin hamısı bir mənalı vəssalam. Quşlarda onun kimi də quşlar amma torpağa bastırmır, əksəriyyət yuva qurur, bunu bilirik. Yenə mayalanma daxil edir və məməlilərdə də istəyir iftay məməli, istəyir ali məməli, hər birinə yenə mayalanma daxil edir və baş verir yumurta çıxarıcı boruda sürünən quş məməli bu üçündə. Belə, elə biləm ki, mayalanma ilə bağlı bütün belə xırda detalları vurğuladım. Yoldaşlar, bu tip belə deyək də başlıq altında belə geniş-geniş bir video izah nə istəsəz, başlıq olaraq videonun altına yaza bilərsiniz. Yəni genetika yox. Genetika onsuz çox geniş bir bölmədir. Bax belə konkret qısaca ümumiləşdirmə aparmaq istədiyim, nə ki, ümumiləşdirməyimi istəyirsiniz, belə bir başlıq yazın, video halında çəkmək edirəm. Dərslər və s. hazırlıq aparmağa vaxt olmur ki, yəni bu video izah üçün hazırlaşım, oturun misal üçün bu dediklərimi qeyd olaraq yazım əvvəlcədən, şəkillər tapın maraqlı və s. İnan səhmətimə vaxtım olmur, amma bu tip video izahlar istəyirəm sizinlə bölüşmək. Bu da belə. İzahımız bu qədər. Əlavə sualınız olarsa, videonun altına qeyd bölümündə yaza bilərsiniz və yaxud da 050 752 28 63 nömrəsinə yazaraq məhz dərslə bağlı suallarınızı verə bilərsiniz. Uğurlar yoldaşlar.